Əzizlər, bizi xoş gördük. Avtoboxun yeni bölümünə xoş gəldiniz. Bugünkü qonağımız namımızda hər kəs tanıyır Rəhmandır. Rəhman, xoş gəlmisən. Xoş gördük. Rəhman, necəsən, nətərsən? Çox sağ olun. Var, sən necəsən? Yaxşı olasan. Yaxşı ol. Rəhman kimdir və nə ilə tanınır? Yaxşı sual. Rəhman kimdir və nə ilə tanınır? Onu daha çox belə desək, izləyicilər deyə bilər Rəhman kimdir və nəyə görə tanınır? O da qabağımızdadır maşın. Məncə hələ ki driftə görə tanıyırlar məni. Amma bundan sonraki illərdə maraqlı olacaq. İnşallah. Bəs ilk avtomobil nə olub? İlk avtomobil əlbəttə ki BMW Y46. Y46. O avtomobildə bir xatirələrini deyin, nətəyin, yaddaşdırılmış hadisələr. Xatirələr ki, onunla gözəl xatirələr olub. Kiyevdə mən tələbəçilik vaxtında almışdım onu. Onunla başladım birinci qarda drift eləməyə. Kiyevdə, yəni yoxdur da, Topligan belə kompaniyası yoxdur. Bir dənə ən maraqlı, çox var maraqlı şeylər, amma ən maraqlısı odur ki, 90 dərəcə bucaqlıq, 90 olar, yox 60 hardasa belə dərəcə bucaqlıq bir körpünün üstündə Pavrotda 4-dən 3-ə verəndə 160-dan 3 qrup vuranmışam. Heç hala dəymədən ən maraqlı hadisələrdən biri oldu. Bu driftdə sən maraq edən nə oldu? Nəyə görə sıxdırır? Maraqlıdır. Maraq edən, belə deyim də, yəni cavanlıq Ukraynada olub. Yollarda çox sürmüşəm orada. Yəni çox apasını sürmüşəm də, yəni belə desək. Qar yağıb, ilin demək olar ki, yarım il. Nədir o? Bir dənə burada pauza. Ukraynada belə desək, orada cavanlıq orada olub da, yəni belə sürməyə falan belə şeylər orada olub. İlin demək olar ki, yarım il orada qış keçir, qarla keçir. Mən də ki, o qarda qardan istifadə etmirsən də. Qardan istifadə eləmişəm, drift eləmişəm. Yəni mən əsas orada bu drifti orada özüm öyrənmişəm də belə desək. Özünüz kəşf eləyə öyrəndiniz orada. Orada özümü kəşf eləyə öyrəndim. Gördüm ki, alınır məndə hər şey, okeydir. Burada Azərbaycana gələndən sonra gördüm ki, leqal yolla elə eşitdim ki, bizim pilotlar var indi hansı ki, yaxın münasibət olduğumuz. O vaxt onlara mən Instagramdan baxırdım ki, Azərbaycanda drift yarışları falan var orada. Mənim də elə marağım yarandı. Ki, niyə də olmasın, mən də bir drift qar yığım, başlayayım, belə desə, yarışlara qoşulum. Yəni, əslində təzə başlayanda biraz hobbi kimi başlamışdım, amma ondan sonra gördüm ki, yox. Prosta elə belə sürümsəydin. Elə belə qurdum, öldürüm, amma sonra zaman keçdikcə gördüm ki, yox, məndə professionallara doğru gedir. Elə davam edirəm, şükür Allaha. Nəticələrim də qısa müddətdə indi az da olsa, amma var. Yəni, belə. Driftə gəlməmişdən qabaq da mənim əsas ən maraq olduğum, belə desək də, avtoidmanda ralli yarışlarıdır. Sadəcə olaraq Azərbaycanda yoxdur ralli yarışları. Ona görə ralli yarışlarını da əvəz edən, belə desək də, ralli yarışlarını da birləşdirən həm driftdir, həm də ki, off-road. Mən belə fikirləşirəm. Mənim şəxsi fikrim budur. Çünki rallidə həm drift olur, həm də ki, belə 4 çəkən maşınlandır da, bilirsiniz. Həm də quruntava yollarda yarış keçirilir. Yəni, gələcəkdə Azərbaycanda ralli yarışları olsa, mən mütləq ki, ralli yarışları ilə ölkədə dəyişim gedər. Çox gedər dəyişim. Yəni, mən də ralli yarışlarına da əlbəttə ki, qoşulacam inşallah olsa. Yəni, belə. Maraqlısı odur ki, yəni nəyə görə drift avtomobil alanda nəyə görə Y30 aldım? Yəni, bu avtomobildə bir qısa xatirə. Sözün açığı, Y30 xoşuma gəlir, Kuza. Yəni, stok vəziyyətdə olsa, lap onu daha xoşuma gəlir. Retro stildə də. Retro stildə. Bu maşın mənə düşmə olmuşdu o vaxtı. Aldım, yəni ilk başlanğıc kimi büdcəmə görə bu maşına gücüm çatdı da, belə desək. Bu maşındakı, yəni, bir dənə Kuzasıdır da özü. Qalan hər şeyi, qabağı misal üçün təmiz 46-dır, arxa 39-dur, balkası. Bir dənə görkəmidir 30. Bir dənə Kuzasıdır görsənmişəm. Bir dənə Kuzasıdır, amma bəli, içi neçə motordur? 5 motor Mercedes motorudur. Nə, BMW içində bir dənə Mercedes motorudur. Nemesis də, ikisi də Nemesis də. Nə, o məsəl? Qardaş bacıdırlar.
Amma bəzi büdcəyə görə bunu. Amma qardaş BMW-dir, bacı şeydir, Mercedes-dir. Büdcün uyğun olsaydı hansı bir avtomobil onu drift avtomobil etmək istəyərdi? Uyğun olsaydı, əlbəttə ki, təzə Supra yığardım. Toyota Supra. Amma büdcəyə görə biraz bizdə inkişaf biraz zəif gedir sponsorlar tərəfdən. Bildiyiniz kimi xaricdə də iştirak edirsiniz. Türkiyədə olsun, Gürcüstanda olsun. Ən çox bildiyim qədər Gürcüstana gedib gəlirsiniz. Mən hələ ki Gürcüstana getmişəm. Yəni Türkiyədə olmamısan? yox, Türkiyədə olmamışam. Mən səhv saldım onda. Hə, yəni bizim uşaqlardan gedənlər olub, yer tutanlar da olub. Ona görə dedim mən. Hə. Yer tutanlar da olub. Mən Gürcüstana da yəni çox getməmişəm. Yəni toparlasam 5 dəfə getmişəm ya yox. Nailiyyətdən necə olardı? Gürcüstanda nailiyyətim sözün açığı olmayıb, amma heç olmasa top 8-də kimi yer çıxa bilmişəm. Hə Allah. Azərbaycanda keçirilən yarışlarda heç olubmu ki, yəni çətin bir an və yaxud halın pisləşdiyi bir anlar olubmu sənin? Belə desək də, yəni halın pisləşdiyi hallar olmayıb. Amma ki çətinliklərlə üzləşmişəm. Bu hər yarışda olur elə şeylər. Maşın qırıla bilər. Belə desək, yəni nəsə də, yəni hakimlərlə razı ola bilmərəm. Məsəl üçün axırıncı dəfə keçirilən yarışda hələ də razı deyiləm. Yəni çünki hələ də bir belə desək bir cavab da verməyiblər mənim yazdığım şikayətə əsasən. Amma həmin yarış yenə olacaq. Mən onda canlı hakimlərə sual verəcəm. Çünki hakimlər Azərbaycanlılar deyil, xaricilərdir. Çünki mənim özümə də maraqlıdır. Yəni biz neçə ildir driftlə məşğuluq. Ən azından mən uşaqlarla da məsləhətləşirəm. Yəni yaxşı anlayışım var bu drift belə desək qaydalarla bağlı falan hamısına anlayışım var. Yəni o hakimlərin də mənə verdiyi belə desək xallarla, yəni heç cürə mən razı deyiləm. Yəni canlı şəkildə də belə desək etirazımı bildirəcəm onlara gələn dəfəki yarışda. İnşallah ümid edirəm hər şey yaxşı olar, qaydasına düşər. Ölkəmizdə çox eventlər keçirilir, çox yarışlar olur. Yəni sizi heç dəvət edən olubmu? Sizin üçün xüsusi yerlər ayrılıbmı? Mən bildiyim bir dənə drive show-da yeriniz ayrılıb. Belə başqa bir event yox, olubmu? Drive show-da həmişə yerimiz ayrıdır, o öz yerində. Bizim həmişə orada yerimiz var. İndiyənə qədər belə desək özəl tədbirlərdən Hyperdə belə desək tədbiri var idi. İndi də var. Yəni Axırıncı keçirilən Hyperdə. Axırıncı dəfə keçiriləni deyirəm. Axırıncı dəfə daha mükəmməl keçdi. Nəyə görə? Çünki biz də oradaydıq. Yəni o mən report kimi deyirəm. Böyük vaxtınız oldu orada. Hə, buradan da Stas qardaşa salamlar. Yəni Stasın özünə də mən dedim ki, yəni drift maşınlarını cəlb eləməklə daha maraqlı keçəcək tədbir. Elə də oldu, özü də bunu təsdiqlədi. Yəni inşallah ki yaxşı da keçdi, mükəmməl də keçdi. Sibrizdə oldu. Düzdür, balaca bir yer olsa belə də, amma çox maraqlı oldu. Maraqlı keçdi məncə. Yəni biraz şou göstərdik. O cəhətdən yaxşı idi. Mənə elə gəlir ki, Hyperdə inkişafa doğru gedir. Daha da biraz böyük ərazi məncə götürərlər gələn eventlərdə. Biz də orada yenə də öz şoumuzu göstərərik. İndi mən storyləri izləyəndə storyda gördüm ki, sən offroad yarışında iştirak etmisən. O haqqında bir məlumat verin zəhmət olmasa. Yəni həyatımda ilk dəfə mən belə bir yarış gördüm. Hə, ilk dəfə nə görə görürsən? Çünki sən 20 yaşın olar o olmaz. 10 ildir də Azərbaycanda belə desək, offroad yarışı keçirilmiş. Yox, 10 ildir yox idi belə bir şey. Farsaj klubla Drive Train. Farsaj klubu eşitmişəm. Hə, ikisi bir arada keçdilər bu yarışı. Mən deyərdim ki, çox da maraqlı idi. Mənim ümumiyyətlə offroada heç marağım yoxdur. Yəni belə gedim palçıqda falan sürmək heç marağım yoxdur. Amma ümumi bu yarış olduğuna görə məni cəlb elədi. O da ki nəyə görə? Çünki rallinin bir növüdür offroadın özü. Belə desək, offroad yarışı. Ona görə də mən yəni ki özümü bir kəşf eləmək istədim. Atamdan da bir belə desək, atamın maşını var. Dağ maşında, yəni amma yüngül yığılmış falan belə şey. Onunla qoşuldum yarışa. Özümə maraqlı idi ki, bir özümü bir kəşf eləyim. Sözün açığı yer gözləmirdim. Çünki o stok maşındır. At gücü azdır, amma ikinci yerə gəldim. Onunla belə ikinci yerə çıxdınız. Hə, onunla belə ikinci yerə gəldim, çıxdım o tədbirdə. Yəni maraqlı keçdi. Qəşəng tədbir idi. İnşallah o tədbirdə də gələcəkdə planlar var. Yəqin ki, yenə də yarış keçirəcəklər. Yəni tez olacaq bu yarışda deyirsiniz. Olacaq mənə elə gəlir. Olsa da mən biraz təkmilləşdirəcəm maşını, biraz yığacam, eləyəcəm. Yəni olsa.
İnşallah ki. İnşallah. Axırıncı Gürcüstan keçən yarışda yaşadığınız çətinliklər nələrdir? Axırıncı yarışda belə desək, orada 30 gözəl maşındır. Prosta üstündə hayf ki motor yoxdur da, yəni at gücü biraz yaxşı olan. Orada da çətinlik məndə uşaqlarda çox oldu çətinlik. Uşaqlarda necə oldu? Maşınları qırıldı, yarışı davam edə bilmədi çoxsu. Mən də çox əfsuslar ki, bizi belə desək, o yarışda birinci etap top 16-da Azərbaycanlıları bizi özümüzlə saldılar da yarışa. Bu da ki, bizim elə bil yarışdan daha da tez uzaqlaşmağımızla irəli gəlir də, yəni o da pis oldu əlbəttə ki. Mən də Elçinlə düşdüm, dostumuzla. Ona qalib gəldim. Ondan sonra düşdüm Gürcü pilotla. Onda da Mustang idi, Ford Mustang. 700 at gücü. Bu da bildiyiniz kimi 306 at gücüdür. Birinci yarışdan seçə bilmədilər, heç seçə verdilər. O da ki, mənim postanovkada, yəni birinci Rusnoyda artıq böyrü üstə gedən yerdə onun at gücünə görə məndən daha çox uzaqlaşdığına görə, yəni o heç seçə verdilər. Amma əslində o yarışda birincidən belə qalib gəlməli idim mən. Sonra ikincidə də ki, belə desək, yenə də motor öz sözündə dedi ki, yəni sən onunla bazara bilmirsən, məni dağıtma. Yəni çox fərqi var. Heç olmasa 350 at gücü olardı. Yəni vəziyyətdən çıxmaq olardı. 50-60 at gücü artıq olardı. Maraqlı keçdi. Yəni tras 150-160 ilə minimum postanovka idi da, yəni Rusnoyda artıq böyrü üstə gedirdin. Maraqlı yarış idi. Amma yenə də deyirəm, at gücü böyük rol oynayır. Həqiqətən çox böyük rol oynayır. Bəs avtomobildə dəyişiklik edəcəksənmi, yoxsa növbəti drift karın olacaqmı? Yox, avtomobil Tural qardaşıma satmışam bunu. Satmısınız? Hə, Turala satmışam bunu. Həm öyrədirəm, həm maşını da alıb. Gələcək proyekt BMW 2-ci seriyadır. İnşallah tezliklə F22. Tezliklə inşallah onu da yığacağam. İndi drift avtomobil qarına baxıb deyir ki, yaxşıdır. Amma drift zamanı sənə bir çətinlik yaradırmı? Harası bir yer qırılsın, drift edən zaman aniden dayansın. Olub belə bir şey? Ümumiyyətcə, belə desək, yəni az büdcə ilə yığdığıma görə, misal üçün, əvvəllərdən söhbət gedir. Perdelka işlər çox idi. Yarış vaxtı, misal üçün, qol da qırılırdı. Şaraboy da, misal üçün, dibindən qopurdu. Yəni olurdu da, yəni yarış vaxtı belə şeylər. Misal üçün, yarış vaxtı mənim arxa purjunum Formula Drift Azərbaycanda. Daha sonra Elvinlə bizim o sürüşümüzdə arxa purjunum mənim çıxmışdı. 30-un öz peridoku, əvvəl 30-un öz balkası idi üstündə. Bunlarda purjun elə bil ayrıca olur da, yəni amortisatörün üstündə olmur. Həmin yarışda purjun çıxmışdı, maşın düzəlmişdi. Yəni texniki səbəbdən də mən uduzmuşdum. Ondan sonra get-gedə bu səhvlərin üstündə mən maşını düzəltdim. Şükür Allaha, yəni bir neçə yarışdır ki, ümumi yarış vaxtı maşın dağılmır. Heç olub ki, yəni drift edən zaman arxa nə bilim kapot bagajımı deyim, qırılsın, düşsün, sən driftə davam edəsən. Kapot açılıb davam eləmişəm. Bakvasda. Bu maşınla yox, 36 İqbalın maşını ilə. İqbal abinin maşını ilə kapot açılıb davam eləmişəm elə. Tabii eventlərdə nələrdən dəyişməyi istəyirsən, nəyə dəyişsə daha yaxşı olar? Ümumiyyətlə paytaxtımızda nələrdə dəyişik olsa bəs bu avtomobil sferası yerlərə gedər? Eventlərdə dəyişiklik deyəndə ki, bizə bir dəqiqə bu dəqiqə dəyişikliyi lazımdır. O da trek. O da yoxdur Azərbaycanda. O da ki olsa, inanın mənə ki, Azərbaycandan o qədər pilotlar çıxacaq ki, həm belə desək, avtoxuliqanlıq azalacaq, hədsiz dərəcədə azalacaq. Həm pilotlar, hər cürə pilotlar, drag pilotları olsun, drift pilotları olsun, offroaderlərin özlərini olsun, trekin yanında tutalım, qumluq ərazi düzəldilib, offroaderlərə verilsin, tutalım. Yəni, bizə çatışmayan şey trekdir. Yəni, hər dəfədə müsahibə alanda bu trek məsələsi mövzusuna toxunuruq. Bu mövzuda bizə toxunur sözün açığı, çünki trek yoxdur. Amma yəqin ki, yaxın illərdə söz verilib, olar. Söz verilib. Söz verilib, bəli. İnşallah ki, görək, bu il getdi, amma gələn yəqin ki, olar. İnşallah. Mən çox ən arzuladım bir dənə trek var, o da ki, Maxaçqalada bilmirəm, görmüsünüz.
Maxaçqalada yəni draq da eləyirlər orada, Görmüşəm, drift görmüşəm. eləyirlər Çox orada. gözəl də trekləri var. Çox böyük trekdir. Yəni adamın həqiqətən çox Yəni ləzzətli bizim eləyir. eventlərdə çatışmayan bir şey yoxdur. Yenə də deyirəm, bu əsas sual bu idi. Sadəcə olaraq Yəni trek çatışmır. trek çatışmır. Trekdə də ki o həmin eventlərdən də yəni belə desək, eventlər orada keçsə daha mükəmməl olar. İnşallah olar. İnşallah ümid edirəm. Bu hamının belə desək Yaralı yeridir. yaralı yeridir. Hamı istəyir də bunu. Yəni onu tək biz pilotlar yox, bunu hamı istəyir. Daha belə desək, avtoxuliqanlıqla məşğul olanlar belə istəyirlər ki, qardaş, yəni Həvəsimi orada öldürsün. həvəsimiz var da, yəni gedək qurdumuzu orada öldürək. Düz də yəni fikirdir. Yəni belə bir şey, müəyyən bir büdcəni cəmiyyəyə verməkdənsə, müəyyən büdcənin yarısını da orada verib Biz belə deyək də, biz pilotlar gedirik yarışlarda falan, xüsusi ayrılmış yerlər olur bizdə. Amma trek olmur. Yəni o xüsusi ayrılmış yerlər olur. Bir gün, 2 gün məşq edirsiniz. məşq edirik, sonra yarışa çıxırıq, sonra ora bağlanır, qurtardı getdi. Bayraq meydanı özü olsun tutalım. Sonra stadionda olub səhv eləmirəmsə, bir dəfə Əriyyatda olub, Xırdalanda eventlər. Yəni yenə bağlanıb qardaş, trek deyildi ora. Orada heç kim drift eləyə bilməyib, gedib kimsə özü şəxsi maşını ilə. Yenə Bakubas var bizdə bir dənə, yəni Rahat o da olub avtobusların təlim keçdiyi yer, taksilərin. Orada yəni bir yerə qədərdir. Çox balacadır. Yəni bizə əl vermir ora. Yəni biz beynəlxalq yarışlara biz hazırlaşa bilmirik. Gedirik orada bir gün qabaqcadan, 2 gün qabaqcadan yarışa hazırlaşırıq, yəni çıxırıq yarışa. Bu nəticə əlbəttə ki, nəticə verə bilmərik də orada. Amma olub ki, məsəl üçün çox gözlərlə sürüm, o da gəlmişik. Bir pilotumuz məsəl üçün gedib ikinci yerə çıxıb, daha birinci yerə çıxanlar da olub. Yəni bizim təsəvvür trekimiz olsa necə olar? Yəni çox dəyişiklik olar. Çox dəyişiklik olar, hədsiz dərəcədə. Yəni bu sözlə ifadə etmək olmur. Yəni həqiqətən hər şey göz qabağındadır da zaten. Belə bir şey deyim. Ölkədə məsələn Formula 1 keçirildi də. Həmin yolu biz sizdə necə yoldur? Onun yanında drift olsa necə olar? Yəni bizim arzumuzdur da, yəni ümumi Dom Sovetin qabağında yəni drift eləmək. Yəni orada tam şərait də var. Yəni bizim şəxsən mənim arzumdur ki, o Dom Sovetin qabağında drift eləmək. Qəşəng də trek də düzəltmək də olar orada. Məsəl üçün Formula 1-ə görə indi da o dünya səviyyəsində tanınmış yarışdır. Bizə görə də eləsələr, yəni çox gözəl olar. Mükəmməl olar. Mən xaricdə görürəm ki, yəni belə desək, insanlar da insan olmalıdır. Yəni adi dəmir şeylər qoyurlar ki, deyim, nəzarət üçün. Bəli. Təhlükəsizlik bu sərhədə keçməyəsən. Amma bizdə olsa, bizdə də divar üstündəki o şey sərhədə yox, bizimkilə keçəcək. Yəni bizə Azərbaycanda ümumiyyətlə mən deyərdim ki, driftdə daha çox maraq var. Sən Formula 1. Məndən də razı olarsan yəqin ki. 100%. Yəni bu vaxtda bir dəfə Formula 1-ə getməmişəm, nə yaxın görməmişəm, amma drift avtomobili mən uşaqlığımdan həvəsim olub. Və indi gün bu gün şükür olar ki, yanımda belə yaxından baxıb izləyə bilirəm. Məncə də çox dəyişiklik olar, amma yenə də nəzarət etməlidir, nəzər salmalıdır. Görək yaxşı olar. Gənclərimizin nə məsləhət görərsən, mənə nə məsləhət görərsən. Ondan əlavə bəzi gənclər var ki, driftə meyl edir və istəyir ki, özünə bir avtomobil yığsın. Buna nə qədər büdcə lazımdır, hansı avtomobil alsın? Yəni büdcəsi uyğunsa bəlkə yaxşı avtomobil ola bilər. Yəni buna ətraflı bir məlumat verə zəhmət olmasa. Gənclərə ümumiyyətlə məsləhətim olar ki, yollarda avtoxuliqanlıqla məşğul olmasınlar. Ən birinci növbədə. Düzdür, başa düşürəm də indi biraz o məndə də olub. Şükür Allaha belə desək, yaxşı qurtarmışam, bir qəza falan olmayıb. Kimisə belə desək, ailəsini bədbəxt eləməmişəm. Ona şükür edirəm bugünkü gün. Gənclərə də ki, məsləhət yenə də deyim, yəni Bakubasımız var heç olmasa. Bir dənə Bakubas trekimiz var. Gəlsinlər orada öz belə desək, parlarını çıxartsınlar da, yəni lori dillə deyim də mən bunu. Gəlsinlər drift eləsinlər orada, pulla da giriş. Girib pulunu verəcək, driftini eləyəcək. Nə bilim, möhkəm sürmək istəyir, gəlsin trek var, time attack treki var, onu sürsün orada. Yəni çalışaq ki, yollarda qayda qanunu pozmayaq. Çünki indiki vaxtda maşınlar da hədsiz dərəcədə çoxdur. Qayda pozan piyadalar da çoxdur. Yəni bugünkü gün görürük də biz videolardan falan görürük ki, nə qədər maşın adam vurub. Halbuki heç belə baxanda maşında günah yoxdur, amma keçirməyəsi yollardan tutalım.
keçirlər, maşın da sürətli də gəlir, 110-luq yol tutalım, 90-lıq yolu görmür. Görürsən risk çıxır valla. Hə, yəni ona görə tam ehtiyatlı olmaq lazımdır. Məsləhətim odur hamıya, nəinki tək gənclərə. Yəni qaldı ki, driftlə bağlı kimsə təzə başlamaq istəyirsə, yəni burada tanışa ehtiyac yoxdur, belə desə. Yəni bir dənə yüngül maşın da yığıb 15-20 min manata kimi yığıb yarışa da qoşula bilər. Sonra get-gedə daha da maşını təkmilləşdirəcək o insan zaten. Yəni çox tələbələrimiz də var ki, təzə başlayıblar, get-gedə maşınları daha da təkmilləşdirirlər, gücləndirirlər. Yəni biz də çox bizə belə desək sual gəlir. Yəni mesaj da göndərirlər ki, biz başlamaq istəyirik, bunun üçün nə etmək lazımdır? Yəni bunun üçün bir dənə maşın yığmaq lazımdır. Qalan da ki, yəni bizə müraciət eləsinlər, biz onlara yol göstərəcəyik. Yəni dərslər keçirsə belə. Dərslər də keçirik, bəli, dərs də keçirik. Belə köməklik də göstərəcəyik, məsəl üçün nə köməklik lazımsa maşın yığılmaqla bağlı. Yəni hara lazımsa ora yönləndirəcəksiniz onu. Əlbəttə ki. Əlbəttə ki, yəni mən də belə desək, mən də elə başlamışam. Çünki burada heç kimi tanımırdım, heç bir pilotu tanımırdım. Yəni mənə kömək eləyiblər. Driftlə bağlı hər şeydə köməklik eləyiblər, sağ olsunlar. Yenə də bizim hamımız borcumuzdur ki, kim bu avto idmanla kim məşğul olmaq istəyirsə, biz ona hazırıq kömək eləməyə hər cəhətdən. Həm dərs keçməyə, həm də ki bu yola gəlməyə. Nəfərim drift pilot olmaq istəyən birisini nələr gözləyir, nələr əl atmalıdır, ilk öncə nələrdən başlamalıdır? Ağarsan. Böyle neyse oldu, ben niye yapayım? Ben sualı verdim. Mən də deyim. Aha, sağ ol. Deyim. Zar sənə də güclə verdim, cəmaata sual verirsən mən. Mən bu söz verdim, mən də deyirəm. Kamal, sən yenə bu ailəmi vursan bir-birinə. Bəs bu driftdə... Mən niyə yiyəcəksən? Mən deyim. Bəs 1, 2, 3. Sezon hələ ki bağlıdır, drift sezonu. 2-3 ay il ərzində bağlı olur da, yəni belə desək, qışla bağlı. Amma bizi təzə ildə, yəni 2026-cı ildə Formula Drift Azərbaycan yarışması olmuşdu bir dəfə, keçən il yadınızdadsa yəqin ki. O olacaq, 4 etaplı olacaq. Yəni müəyyən yerlərdə olacaq, yəni maraqlı olacaq o yarış. Hansısa misal rayonda, başqa şəhərdə olacaq. Hansısa stadionda olacaq inşallah. Bir də fərqli yerdə, fərqli etaplar. Fərqli yerdə, bəli, il ərzində 4 dəfə olacaq. Yəni maraqlı yarışdır o. Azərbaycan çempionatıdır. Avtomobil Federasiyası da sağ olsun, o Formula Drift Azərbaycan çempionatına dəstək olur, öz dəstəyini göstərirlər. Mənə gəlir ki, gələcək illərdə daha da inkişaf eləyəcəyik. Yəni 2026-cı ildən etibarən mən fikirləşirəm, çünki yarışlar get-gedə çoxalır. Yəni sponsorlara da bu belə desək bir maraq da yaradır. Çünki öz şirkəti olsun, həm malı olsun, öz malı olsun ki, reklam eləməyə. Yəni potensial var da, yəni çoxalır, yəni irəliləyiş var burada. Telekanallar burada da çəkir bizim yarışmanı, nəinki sosial şəbəkələrdə. Yəni sponsor cəhətdən də mənə gəlir ki, bu daha da maraqlı olacaq. İnşallah daim bol olsun, uğurlan bol olsun. Dəvətimizi qəbul etdin, gəldin. Çox sağ ol, təşəkkür edirəm. Son bir sözləri alardı səni. 9-11 Avtohaz Şükran qardaşa da təşəkkür edirəm dəvət üçün. Avtobox Kamran, sən çox sağ ol. Sağ ol. Dəvət üçün. Maraqlı proyektdir, davam eləyin, dayanmayın. Mənim daim olacaq inşallah. İnşallah. Uğurlar bol olsun. Çox sağ ol. Əzizlər, bölümümüzün sonuna gəldik. İnşallah növbəti bölümdə növbəti yeni qonaqlar ilə sizi qarşılaşdırırıq. Sağ olun, salamat qalın. Gəlin görüşlərə dək. Sağ olun.